Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bugün bakalavriat səviyyəsi üzrə 2023-cü ilin 21 may tarixində keçirilmiş qəbul imtahanının coğrafiya suallarına baxırıq. 2023-cü ilə aid 4-cü dövrün Şimali Amerika iqliminin kəskin soyumasının nəticəsi. Baxın, diqqətli oxumaq lazımdır. Nəticə istəyir bizdən. Zəngin flora və faunanın yaranması. Xeyr, çünki flora və faunanın yaranması üçün hava nisbətən normal olmalıdır. Nə çox isti, nə də çox soyuq olmamalıdır. Soyulaşma gedirsə, soyulaşma olursa, deməli flora və fauna növləri yaranmaz. Sahil xəttlərinin hamarlaşması və seysmikliyin artması hamarlaşmır. Girintili çıxıntılı çox olur. Həmçində seysmikliyin artması üçün lisosfer havalarının sərhədlərində yerləşməlidir. Ona görə bu variant da səhvdir. Örtük buzaqlarının yaranması və sahil xəttlərinin hamarlaşması. Sahil xəttləri hamarlaşmır, girintili çıxıntılı olur. Buzaq məşəlli göçəkəlilərin yaranması və sahil xəttlərinin kəskin parçalanması düzdür. Baxın, elə cavab budur. Çünki buzlaşma olan zaman girintili çıxıntılı olur. Həmçində çökəkli ərazilərdə su yığılır və belə göl çökəklikləri əmələ gəlmiş olur. Daimi donuşluğun və geosiqnal sahələrinin formalaşması üçün burada litosfer havalarının sərhədlərində yerləşməlidir. İstiqkul və Qarqa göllərinin yerləşdiyi ölkələr üçün ümumi xüsusiyyətdə. Deməli, İstiqkul Qırğızistanda, Qarqa gölü isə İtaliyada yerləşir. Seysmik cəhətdən fəal ərazidə yerləşir. Doğrudur. Hər ikisi litosfer havalarının konvergent sərhədində yerləşir. Çoxyarpaqlı meşələr Qarqa İtaliyada yerləşdiyinə görə çoxyarpaqlıdır. İstiqkul isə Qırğızistanda subtropikın kontinentalındadır. Ona görə bu olmaz. Yüksəklik qurşaqları aydın müşahidə olunur. Yəni hər ikisində dağlar var. Ona görə doğrudur. Əhalinin çox hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Bu Qarqa aid olar, İstiqkula, yəni İtaliyaya aid olar, Qırğızistana yox. Əhalinin çox hissəsi Hind-Avropa yox. Ərazisinin fəaliyyətdə olan vulkanlar mövcuddur. İtaliyada var. İtaliyada Etna Vezuvi var, amma İstiqkulda yoxdur. Ona görə olmaz. İnzibati ərazi quruluşuna görə unitardır. Bu da doğru cavabdır. Cavab olur 1, 3, 6 doğru cavabdır. Naxçıvan iqtisadi rayonunun təsərrüfatının inkişafına əlverişli imkan yaradan amillər inkişafına aqroqim ehtiyatları ilə zəngindir. Doğrudur. Yəni il boyu hava nisbətən isti olmuş olur. Doğrudur. Geniş meşə sahələri. Naxçıvanda meşə yoxdur. Meşələr talalar şəklindədir. Zəngin mineral xammal ehtiyatları. Doğrudur. Polmetal, molibden, belə təbii sərvətlər mövcuddur. Geniş sahə tutan qara torpaqlar Naxçıvanda yoxdur. Hidroenerji ehtiyatları çaylar var. Bu da doğrudur. Deməli 1, 3, 5 cavab C variantı doğrudur. 4-cü sual. Azərbaycanda yayılan landşaftların sxemdə verilən hündürlüklərinin uyğun gəldiyi ardıcıllığı müəyyənləşdirin. Deməli, aridin olması üçün lap aşağıdan keçir. Aşağıdan olmuş olur arid meşələr. Meşələr desə, yəni bizdə arid meşələr daha çox Lənkəran ərazisində uyğun gəlir. O da 2000-dən yuxarıdır, yəni Kömürköydə, Qızıyurdudur. Bunlar da 2000-dən yuxarıdır. Ona görə birinciyə B. Deməli, birinci. Bir dəqiqə, arid meşələr. Arid meşələr daha çox, yox, A-dadır. Arid meşələr, deməli, birinciyə A-dır. Arid meşələr, nival meşələri. Nival meşələri daha çox, daha yüksək zirvələrdə olur. Yəni, subnival, nival. İkinciyə olur D. Üçüncüyə düzənlik yarım səhraları. Düzənlik yarım səhra ən aşağı hissələrdə olur. Yəni, dəniz səviyyəsinə yaxın. Kür-Araz ovalıq tərəflərdə məsələn. Orada da C-dir. Və subalp çəmənlikləri. Subalp alp çəmənlikləri isə onun nisbətən yuxarı hissələrdə olmuş olur. Yəni, subalp alp 2000-dən yuxarı. 2000-3000 arası belə. O da B-yə uyğun gəlir. Deməli, A, D, S, B. A, D, S, B. B variantı doğrudur. 5-ci sualda xəritə sxemdə rəqəmlərlə verilmiş ölkələrə aid olan xüsusiyyətləri müəyyənləşdirin. Deməli, beynəlxalq dəniz yolları üzərində yerləşməsi ölkə iqtisadiyyatına böyük gəlir gətirir. Baxın, o Singapur buradan
Gəmilər buradan gəlir keçir. Avropadan Asiyaya, yəni Çin, Yaponiya kimi ölkələri Avropa ölkələrinə əlaqələndirir. Deməli birinciyə 4, ikinciyə düzən relyefə malik olsa da ölkədə dəmir yolu nəqliyyatı zəif inkişaf etmişdir. Bunun da inkişaf etməsi üçün birinci varlı, yəni varlı kasıb ölkələrdir. Deməli ölkənin çox hissəsi Fransada məsələn 1 Fransadır, orada çoxlu saydadır. 3 Əfqanistandır, ora dağlıqdır. 2 Monqolistan, orada dağlıqdır. Yəni ona görə daha çox Əlcəzair uyğun gələr. Düzənlikdir, amma ki kasıb ölkə olduğuna görə dəmir yolda zəif inkişaf etmişdir. Üçüncü, xarici ölkələrdə iqtisadi əlaqələrin bütün nəqliyyat növlərindən istifadə olunur. Demək ki, bütün iqtisadi nəqliyyat növləri varsa, deməli bu varlı ölkədir ki, bütün hər şeydən istifadə edə bilər. O da burada bir dənə Fransa uyğun gəlmiş olur. Yəni 1. 4, 5, 1 A variantı doğrudur. 6-cı sualda deməli uyğunluq gözlənmişdir. Kürdlər Şərqi Zəngəzurda, Hind Avropada, burada bir problem yoxdur, düzdür. Udinlər Şəki-Zaqatala, Altay, Udinlər daha çox Quba Xaçmazda olmaz. Talışlar Lənkəran Astara Hind Avropada doğrudur. Saxurlar Gəncə-Qaza, onlar da Böyük Qafqaz tərəflərdədir. Olmaz. Yəni Quba Xaçmaz o tərəflərdə daha çoxdur. Olmaz. Avarlar Şəki-Zaqatala Qafqaz doğrudur. 1, 3, 5 A variantı. A ölkəsində ÜDM-nın həcmi 450 milyard dollar. Ümumilli ölkə xaricində. Baxın, əvvəlcə düsturları yazaq. ÜDM-nın düsturu üçün ÜDM bərabərdir milli şirkət üstə gəlinsin. Baxın, daxili deyir. Xarici ölkənin şirkəti. Xaricinin. Ümumilli məhsulda isə milli şirkətlər. Milli şirkətə. Bir də xaricdəki. Yəni bizim xaricdəki şirkətlər aid olmuş olur. Deməli, ÜDM-nın həcmi 450 milyard dollardır. Ümumilli ölkə xaricindəki, baxın, ölkə xaricindəki dəyəri isə ÜDM-nın 20%-dir. 450-nin 20%-i deməli olur 90. Deməli burada düşür 90. Baxın, ümumillinin ölkə xaricindəki dəyəri, xaricdəki ÜDM-nın 20%-dir. Ölkədə xarici şirkətlərin payı. Baxın, xarici şirkət, yəni xaricinin payı 180 milyard dollardırsa, ümumilli dəyərinin ümumillinin nə qədər olduğunu soruşur. Baxın, buradan millini tapa bilərik. ÜDM-dan millini tapa bilərik. 450-dən 180 çıxanda 270. 270, yəni millilər hər ikisində eynidir. Ona görə 270 burada yazırıq. 270-in üzərinə 90 gələndə o deyir 360 milyard dollar. O da 7-də A variantı doğrudur. Sonra xəttə sxemi əsasən A və B məntəqələri nöqtələri arasında hündürlük temperatur fərqini müəyyən edin. A-la B-nin arasında. Deməli burada verilibdə, baxın, burada verilib təzyiqi verilib 350 B-dir, 650 A-dır. Deməli 650-dən 350-ni çıxanda 300 millimetr civistunu, bunlar arasında fərq var. Hər 10 metr yuxarı qalxanda 1 millimetr civistunu aşağı düşürsə 300-də nə qədər düşər? 300-də o da eləyir 3000. Deməli bunlar arasında 3000 metr fərq var. 3000 metr fərq var. İndi arasındakı hündürlük fərqini istəyir. 1000-də 6-dırsa, hər 1000 metr yuxarı qalxanda temperatur 6 dərəcə aşağı düşür. Bəs 3000 metr yuxarı qalxanda nə qədər olur? X də bərabər olur 18 dərəcəyə. Deməli 3000 metr aralarında fərq var, 18 dərəcə olmuş olur. D variantı. 9-cu sualda Hind Avropa. Baxın, Hind Avropa A burada, B, C burada, D, Y. Hə. Deməli Hind Avropaya aiddir. Burada 9 Hind Avropa ailəsinə. Deməli o A-ya uyğundur. Çünki bunlar axı Braziliyada o İspanlardır, Portugallar. Portugallardır. Ona görə də Portugallarda Hind Avropanın aid olmuş olur. Deməli birinciyə A, ikinciyə
Altaydır. Altaylar Türklər. B. Türkiyədir. B uyğun gəlir. Üçüncüyə isə aiddir Ural dil ailəsinə. O da Finlər. Yəni Fin-Uyğur tayfaları Ural dil qrupuna aid olmuş olur. A, B, C, A, B, C, A variantı doğrudur. Ondan sonra şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüaları il ərzində maksimum düşmə bucağı 53.5-dir. Bu məntəqələr günəş Bakı şəhərində 100 dəqiqə tez çıxırsa, A məntəqəsinin coğrafi koordinatlarını müəyyənləşdirin. Deməli, baxın, maksimumu tapmaq üçün fi bərabərdir. Yəni günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Alfa, baxın, maksimum deyilsə ortada çıxma işarəsi olur. Alfa minus beta. Yəni alfa məntəqənin yerləşdiyi coğrafi enlikdir. B isə günəşin düşmə zenit vəziyyətidir. Harda zenitdədir? Hansı enlikdə zenitdədir? Şimal yarımkürəsində yerləşir A məntəqəsi il ərzində maksimum düşmə bucağı 53.5-dir. Deməli, 53.5 bərabərdir 90 minus alfa məntəqəni bilmirəm minus beta da baxın maksimum deyirsə maksimum 23.5 dərəcə enlikdə yerləşir. Yəni şimal yarımkürəsi dediyinə görə 23.5 dərəcə şimal enliyində yerləşir. Deməli alfa minus 23.5 bərabərdir çıxanda 5 6 36 tam onda 5 dərəcə alfa da bərabərdir 60 dərəcə şimal enliyinə düşmüş olur. Deməli məntəqə 60 dərəcə şimal enliyidir. Günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxırsa. Bilirik ki, günəş 1 dərəcəni 4 dəqiqəyə gedirsə, 100 dəqiqəyə nə qədər gedər? Neçə dərəcə? 100 dəqiqədə x də bərabərdir 25 dərəcə. Tez çıxırsa, Bakı şəhərindən tez çıxırsa, deməli Bakıdan daha şərqdədir. Bakı 50 dərəcə şərq uzunluğundadırsa, deməli bu 75 dərəcə şərq uzunluğundadır. Deməli 60 şimal, 75 dərəcə şərq uzunluğu cavab oldu A variantı. Elirven diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirin. Böyük Qafqazın şimal-şərq yamacının çayları Kiçik Qafqazın cənub-şərq yamaclarına aid olanları uyğunlaşdırın. Deməli, A. Daxili axarsu sövzüyə aiddir. Azərbaycanın bütün çayları daxili axarsu sövzüyə aiddir. Ona görə də A-nı bura yazdıq. Daha çox çirklənməyə məruz qalmışdır. Bu Kiçik Qafqazın cənub-şərqdir. Çünki Erməni ilə sərhədlərdədir. Ona görə də onlar daha çox çirkləndirir. Ən çox da çirklənən çayımız hansı idi? Oxçu çayı idi. Deməli, ikinci oldu. Qidalanmasında qar və buzlaq suları üstünlük təşkil edir. Bu Böyük Qafqazındır. Kiçik Qafqazın çayları daha çox yeraltı sularından təşkil olunubdur. Yaylarında suvarmadan istifadə olunur. Suvarmadan hər ikisindən istifadə olunur. Çünki yaylarında suvarmaya ehtiyac var. Hövzələrində maqmatik və metamorfik faydalı qazıntılar bu Kiçik Qafqazdır. Çünki vulkan məşəlli suxurlar geniş yayılmışdır. Yeni də bura yazdıq. Mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Bu artıq Böyük Qafqazın şimal-şərq yamacına aiddir. Çünki birbaşa gedir Xəzər dənizinə tökülmüş olur. F-i də bura yazdıq. Deməli CF, ikinciyə BY, 3-ə AD. Y variantı doğrudur. 12-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, Ukrayna qara torpaqlar olduğuna görə buğda istehsalı. Şri Lanka ilə Kuba. Bunların hər ikisində baxın deməli 12-ci sualda. Ukraynada baxın mülayim iqlimdə yerləşdiyinə görə şəkər çuğunduru da olar. Deməli birinci oldu. AD. Baxın 12-ci sualda. Birinci AD olan bir dənə D variantı var. Deməli burada çay Şri Lankadadır. B isə şəkər çuğunduru da burada. Birinci AD, ikinciyə C, üçə də B variantı uyğun gəlir. Çut da ekvatorial iqlimə aiddir. Deməli 12-ci. 12-dən nə oldu? Biri AD, CB. AD, CB. D variantı doğrudur. 13-cü sualda deməli Samur dəvəçi uyğunluğu müəyyənləşdirin. Doğru sıranı müəyyənləşdirin deyir. Samur dəvəçi yarımsəhra quru çöldür. Samur yalama
doğrudur. Qonaq kənddə qışı quraq keçən mülayim isti. Düzdür. Altağac qoruğu da burada yerləşir. Zaqatalahıcda Türyançay qoruğu burada deyil. Olmaz. Zaqatalahıc. Olmaz. Ondan sonra Dağlıq Şirvanda yayı quraq keçən. Dağlıq Şirvan Şahdağ orada deyil. Qonaq kənddədir. Ona görə də bu da səhvdir. 1 ilə 2 C variantı doğrudur. Azərbaycanda geoloji quruluşuna aid olan xüsusiyyətləri müəyyənləşdirin. Geoloji quruluşa aid olanlar. Deməli, Kür-Araz ovalığı 4-cü dövrün vulkanik süxurları xeyr, çökmədi. Yəni antropogen 4-cü dövr antropogen süxurları çökmə süxurlarına zəngindir. Ondan sonra Zəngəzur və Talaş dağları paleogen yaşlı süxurlar üstünlüyü təşkil edir. Düzdür. Paleogen özü də vulkanogen süxurlarıdır. Qusar mali düzənlikdə mezozoik yaşlı geniş yer tutur. Xeyr. Burada deməli Qusar mali düzənliyində mezozoik yaşlı süxurlara daha çox yox, orada daha çox, yəni 4-cü dövrün süxurları var. Müəyyən bir hissəsində də neogen yaşlı süxurlara rast gəlinir. Ona görə olmaz. Şəhər Ordubat düzündə Proterozoik. Azərbaycanda Proterozoik, arxeproterozoik dövrü yoxdur. Ceyrançöldə və Qobustanda neogen yaşlı süxurlara rast gəlinir. Düzdür, ən çox bunlardır Qobustanda və Ceyrançöldə. Qarabağ yaylasında 4-cü dövrün vulkanik süxurları geniş yayılmışdır. Bir buradadır, bir də Talaş dağlarında 4-cü dövrün mövcuddur vulkanik süxurları. Deməli 2, 5, 6 Y variantı. 15-ci sualda doğru olmayanları müəyyənləşdirin. Doğru olmayanı. Ara-Cavan platforması Kür-Araz xeyr. Bu elə Naxçıvanın özündədir. Elə bir səhvdir dedi. Kiçik Qafqaz qalxması Murovdağ silsiləsinə aiddir. Böyük Qafqaz qalxması yan silsilə, ön Qafqaz çökməsi Şollar düzüdür. Kür çökəkliyi isə Muğan düzünə aid olmuş olur. D səhvdir. Ara-Cavan platforması ilə Naxçıvandadır. Araz boyu düzənliklər ora aiddir. Kür-Araz yox. Kür-Araz Kür çökməsinə aiddir. Ölkələrə aid uyğun gələn adaları müəyyənləşdirin. Deməli, Kanar adaları İspaniyanındır. İspaniyandır. Saxalin adası deməli Rusiyanındır. Saxalin adası Rusiyanın. İtaliya bir dəqiqə Siciliya İtaliyanındır. Fransanın isə Korsikadır. Deməli D, A, S, B. Y variantı doğrudur. Sxemdə verilən A nöqtəsində havanın temperaturu 14,5, B nöqtəsində isə 11,8 dərəcə olmuş olur. Deməli, sxemdə verilən havanın temperaturu 14,5 dərəcədir. B nöqtəsində isə 11,8 dərəcədir. Atmosfer təzyiqini müəyyənləşdirin. A-dan C-də. Deməli, A nöqtəsində havanın temperaturu 14,5. Baxın, deməli arasındakı fərqi tapaq. 14,5 çıx 11,8. Deməli, çıxanda 7. 2,7 dərəcədir. 1000-də 6-dırsa 2,7 x-dir. X də bərabərdir. Bölünsün 6-ya. O da eləyər 450. Deməli, A ilə B-nin arasında 450 metr. A ilə C-nin arasında 450 metr. Yox, bir dəqiqə. A-da bu qədər, B-də bu qədər. Hə. Əvvəlcə baxaq, bunların arasında elə, baxın, A dənizdən sonraki ilk şeydə yerləşir. A-dan sonraki ilk horizontalda yerləşir. Ona görə də burada dənizdən sonraki ilk horizontal ilə deməli A həm də buradır. Ona görə kənar horizontal qonşu horizontallar var da burada. A-nın kəsmə yüksəklik. A ilə B kəsmə yüksəklikdir. Yəni arasındakı fərq kəsmə yüksəklikdir. Ona görə də elə kəsmə yüksəklik olmuş olur 450 metr. C nöqtəsində atmosfer təzyiqini
müəyyənləşdirin. Baxın, bildiyimiz kimi burada bir dənə ərazinin atmosfer təzyiqini bilirik. O da dəniz səviyyəsidir. Deməli, dəniz səviyyəsində 760-dırsa, 1 arasındakı boşluqları sayaq. 1, 2, 3, 4, 5. Deməli, 450-ni vururam 5-ə. O deyir 0, 5 ya da 2 ya da 2250. Bundan bunun arasında, A ilə C-nin arasında 2250 fərq varsa, təzyiq fərqini istəyir. Deməli, onda 1-dirsə, 2250-də 225 dərəcə, 225 mm civə üstünün aralarında təzyiq fərqi var. Dəniz səviyyəsində 760-dırsa, çıxıram 225-i, o deyir 5, 3, 5, 535. B variantı doğrudur. Ondan sonra burada nə deyir? AB xətti üzrə profillərin müəyyən edin. Kəsmə yüksəkliyi 5-dir. Kəsmə yüksəkliyi 5 olmuş olur. İndi baxaq. Birinci A hardadır? Ona baxırıq. Baxın, burada 70 var. 70. Kəsmə yüksəkliyi də 5-dirsə. Baxın, elə burada da 80 var. 80. Deməli, bu olar 80, 85, 90, 95-dən biraz yuxarıdır. 95 ilə 100-ün arasındadır. İndi A-ya baxırıq, 95 ilə 100-ün arasında. Baxın, A-da 70-dir. 90 ilə burada 85 falandır. Bu da olmaz. Burada tam 90'dır. Olmaz. Burada da 90'dır. Bakın 90'dan 100'ün arasında. Y variantı. Sonra bakın yavaş yavaş düşür aşağı, düşür aşağı. Sonra bir de təzədən bakın 80-90'a bir de qalxmış. O olur. Şimdi bakın 90 ondan aşağıda 85 olar da. Deməli bu da 85 ilə 90 arasındadır. 85 ilə baxın B də 80 ilə 90 arasında bir yerdədir. Ona görə cavab Y variantı olmuş olur. 19-cu sualda əraziyə daxil olan hava kütlələrinin bağlı uyğunluğu müəyyənləşdirin. Mərkəzi Asiyadan gələn hava kütlələri. Mərkəzi Asiya mülayim dəniz, kontinental arktik hava kütləsi. Qışda şimaldan daxil olaraq soyuq hava və şaxta gətirmiş olur. Bu deməli kontinental havaya aiddir. Şimaldan gəlir bura. Yayda havanın temperaturunu aşağı salır, yağıntıların miqdarını azaldır. Bu tropik kontinentaldır. Yəni tropikdən gələnlərdir. O da yox deyin, götürmürük. İlin isti dövrlərində, aylarında temperaturun yüksəlməsinə, soyuq aylarında isə aşağı düşməsinə səbəb olur. Temperaturun yüksəlməsinə, aşağı düşməsinə səbəb olur. Bu da uyğundur birinciyə, Mərkəzi Asiyadan gələnlər. Çünki Mərkəzi Asiyadan gələnlər kontinentaldır, yayı çox istidir, qışı çox soyuqdur. Ona görə yayda gələndə isti gətirir, qışda da gələndə soyuq olduğuna görə soyuq gətirmiş olur. D-də qışda havanın temperaturunun artmasına səbəb olur. Bu da tropik aid olur. Tropiklərə aid olmuş olur. Temperaturun aşağı düşməsi yağıntıların yağmasına səbəb olur. Bu da ki mülayim dənizə aiddir. Çünki dənizdən gəldiyinə görə havanı nisbətən mülayimləşdirir və rütubətli hava gətirmiş olur. C, Y, A. D variantı. Kriptozoy və Fanerozoya aid olan uyğunluğu müəyyənləşdirin. Burada deyir arxeyi, indi baxaq görək kriptozoy ilə Fanerozoy. Bildiyimiz kimi kriptozoy gizli həyatdır, Fanerozoy aşkar həyatdır. Arxey ilə Proterozoy kriptozoydur, yəni 1 ilə 3. Baxın, bizə lazımdır 1 ilə 3. Kriptozoy 1 ilə 3-dür. 2 ilə 4-də Paleozoy ilə Mezozoy Fanerozoya aiddir. Deməli, baxın, A-da 1 ilə 3 deyil, 1 ilə 3. D-də də deyil. Deməli, qaldı C ilə Y variantları uyğun ola bilər. İndi Lavrasiya və Gondvananın parçalanaraq müasir materiklərin əmələ gəlməsi bu Mezozoya aiddir. Paleozoyda Pangea parçalanır Lavrasiya və Gondvanaya. Lavrasiya və Gondvananın parçalanması isə Mezozoya aid olmuş olur. Qədim qırışıqlar və güclü vulkanizmlərin başlanması deməli bu B-yə birinci aiddir, arxey dövrünə aiddir. Ondan sonra TT onurğasızların əmələ gəlməsi bu da Proterozoydur.
Bura trazoiddur. Pangea'nın, baxın, Pangea'nın Lavrasiya və Gondvanaya parçalanması Paleozoydur. Lavrasiya və Gondvananın müasir materikləri parçalanması isə o da aid olur Mezozoya aid olmuş olur. Ona görə də B birinciyə demək 1 ilə 3 B ilə C-dir. Y variantı doğrudur. 21-ci suala baxaq. Deməli deyir, dəniz nəqliyyatında mühüm rol oynayır. Hidroenerji və meşə ehtiyatlarına zəngindir. Aqroiqlim ehtiyatlarına məhduddur. Selüloz kağız varsa, söhbət buradan deməli Şimali Avropadan gedir. Həmçində meşə ehtiyatları falan var. Aqroiqlim ehtiyatları, yəni soyuqdur. Ona görə deyir, dəniz nəqliyyatı çünki dəniz nəqliyyatı bu ərazilərdə yaxşı inkişaf etmişdir. Selüloz kağızda meşələri var və orada selüloz kağız istehsal edirlər. D variantı doğrudur. 24-cü sualda şimal yarımkürəsində olan səyyah günorta vaxtı kölgənin 180 dərəcə azimutda olduğunu müşahidə etdi. Səyyahın hansı coğrafi enliklərdə ola biləcəyini müəyyənləşdirin. Deməli 180 dərəcə azimutdan kölgə düşürsə, deməli günəş bunun şimalındaymış. 180 dərəcə azimut onun cənubundadır. Cənubundadır olduğuna görə deməli günəş qarşıdan vurur ki, kölgə cənuba düşmüş olur. Yəni şimaldan günəş vurur və cənubda da kölgə düşür. Ona görə də deməli bu 23,5 dərəcədən aşağıda, cənubda olan hissələrdə olmalıdır. Ona görə də deməli 1 ola biləcəyini müəyyənləşdirin. Deməli biri şimal yarımkürəsində olan səyyah. Şimal yarımkürəsində deyir. Deməli bu ayın tarixini də bilmirik də. Deməli şimal yarımkürəsində ekvatorla tropikin arasında olmalıdır ki, günəş buna şimaldan vursun. Çünki daha ya da yuxarı çıxsam, məsələn 25-30-a çıxsaq, o zaman hər zaman günəş cənubdan vurar və şimala kölgə düşər. Kölgə şimala düşər. İndi bizdən şimal yarımkürəsində olan səyyah kölgənin 180 dərəcə azimutdan vurur. Deməli bu şimaldan vurmalıdır ki, kölgə buna cənubdan düşsün. Ona görə də 12 dərəcə şimal enliyidir. 25 dərəcə şimal enliyi daha yuxarıdan keçdiyinə görə bu yalnız cənubdan günəş vuracaq, kölgə şimala düşür, olmaz. 30 da həmçinin, baxın 16 dərəcə şimal enliyidir, 10 dərəcə şimal enliyidir götürdük, 36 dərəcə şimal enliyi də olmaz. Yəni bizə lazımdır ki, ekvatordan şimal tropikinə qədər olan ərazini götürə bilərik. Ona görə də cavab 1, 4, 5, B variantı. 23-cü sualda. A zirvəsinin qar xəttindən yuxarıda yerləşir və burada atmosfer təzyiqi 610 mm civə sütunudur. Qar xəttindən yuxarıda yerləşir. B zirvəsində daimi buzlaqları yoxdur və burada atmosfer təzyiqi 320-dir. A və B zirvələrini yerləşdiyi dağların ətəklərində normal atmosfer təzyiqi müşahidə olunur. Deməli, baxaq bunlara. Normal atmosfer təzyiqidirsə, deməli 760-dan 610 çıxanda 150 mm təzyiq var. Deməli 1500 metr. Deməli buradan A-da 1500 metrdən yuxarıda qar xəttindən yuxarıda yerləşir. Yəni burada qar var. B-də isə 760-dır. 760-dan 320 çıxanda 340 qalır. O da 3400 metr aralarında hündürlük fərqi var. Amma deyir burada qar xətti yoxdur. Deməli A qütbə daha yaxındır. B isə yox. İndi deməli deyir 760, 300, 440. 440 ikincidə B-də 4400 olmuş olur. B zirvəsinin mütləq hündürlüyü 4400-dür. Düzdür. B zirvəsi ekvatora daha yaxındır. Ola bilər. Çünki daha hündürdən keçir. 4400-dən yuxarıdan keçir. Hətta burada qar da yoxdur. Deməli burada daha isti bir yerdir. Ekvatora yaxındır. Deməli götürdük. Hər iki zirvə eyni coğrafi enlikdə yerləşə bilməz. Çünki birindən 1500 metrdən artıq burada qar başlayıbdır. 1500 metr hündürlükdə. Digərində 4400 metrdir, amma burada qar yoxdur. Ona görə də ola bilməz. A zirvəsi coğrafi qütbə daha yaxındır, düzdür. Çünki
daha qar xətti daha aşağıdan keçir. Doğrudur. B zirvəsi qütb gecə gündüzləri müşahidə olunur. Səhvdir. B ekvatora daha yaxındır. Deməli cavab odur nə? 1, 2, 4. Xəritə sxemdə iştiraklanmış ölkəyə aid olan xüsusiyyətlər. Həmin ölkə deməli Özbəkistandır. Özbəkistana aid olanlar. Balxaş gölü Qazaxstandadır. Ona görə olmaz. Ərazisinin geniş hissəsi qızılqum tutur. Doğrudur. Pambıq istehsalına görə fərqlənir. Federativ deyil, unitardır. Ərazinin xeyli hissəsi cavan, yəni Turan ərazisidir. Turan ovalığı. Ona görə də cavan platforma deyə bilərik. 2, 3, 5 doğru cavabdır. 2017-ci ildə Azərbaycanın avtomobil yollarının ümumi uzunluğu təqribən 16.454 kilometrdir. Avtomobil yollarının sıxlığını müəyyənləşdirin. Deməli, baxın, burada vahidlərə diqqət etmək lazımdır. Metr bölünsün kvadrat kilometrə. Amma bizdən verib 16.454 kilometr. Deməli, biz bunu metrə çevirmək üçün yanına 3 dənə 0 yazarıq. Bölünsün. Azərbaycanda sahəsi 86.600-dür. Bunlardan ixtisar gedər. Yəni onda olur neçə? 164.540. Onu da bölürük 866-ya. O da eləyir 190. 190 metr bölünsün kvadrat kilometr etmiş olur. Xəritə sxemdə adam başına daha az meşə düşən sahəni müəyyənləşdirin. Demək ki, burada adam başına. Deməli, ya səhra olmalıdır, ya da insanların sayı çox olmalıdır. Deməli, onda baxın, 1 doğrudur, Ərəbistandır. 2 Braziliyadır. Orada da ekvatorial meşələr var. Amazon meşələri. Ona görə olmaz. 2, 3 şimal meşə qurşağında yerləşir. Kanadadır. Burada da meşələr çoxdur. Tayqa meşələri. Zəngindir. 4. Baxın, burada səhralıq ərazidir. 1, 4. Çində də həm meşə azdır, həm də insanların sayı çox olduğuna görə adam başına az düşər. 1, 4, 6 doğru cavabdır. İndi baxaq situasiyamıza. Yox, hələ bu var. 27-ci sual. Jutlandiya, Koreya və Timor. İndi baxaq Jutlandiya, Koreya, Timor. Ərazisində materikin ucqar nöqtəsi yerləşir. Bu Timordur. Çelyuskin burnu yerləşir Avrasiyanın. Çelyuskin burnu A. Cənub hissəsində gəmçiliyin inkişaf edir. Bu da Jutlandiyadır. Cənub hissəsində orada kanal çəkilib. İki kanalı. Baxın odur. Musson küləklərinin təsiri ilə yağıntılar formalaşır. Baxın C. Özdə Koreya yarımadası. Onun bir hissəsi subtropik, bir tərəfi də mülayim mussonda yerləşmiş olur. Hər ikisi mussondadır. Qutb gecə gündüzləri Timorda olar. Timorda, çünki şimal qutb dairəsində şimalda yerləşir. Yağıntılar il boyu bərabər paylanır. Jutlandiyada iqlimi mülayim, dəniz mülayimdir. Ona görə də il boyu bərabər yağılmış olur. Deməli, o da birinciyə B, Y, ikinciyə C, üçüncüyə də A, D variantları uyğundur. İndi baxaq buradan situasiya suallarına. Uzunluğu 200 km olan A çayında Azərbaycanda Kür çayının ən yuxarı hissəsində A çayında Azərbaycanda Kür çayının ən böyük sağ qollarından biridir. Bu çayın mənbəyini 3120 metr yüksəklikdə götürür və 3 metr hündürlükdə Kür çayına tökülür. A çayının mənbəyinin yerləşdiyi fiziki coğrafi rayonun ən hündür zirvəsi Dəridağdır. Araz çayının bəzi sol qolları da öz mənbəyini bu fiziki coğrafi rayondan götürür. A çayını suvarmada və elektrik enerjisinin istehsalında mühüm rola malikdir. Çay hövzəsində müxtəlif faydalı qazıntı yataqları yayılmışdır. Mətnə əsasən cədvəli tamamlayın. Deməli, bizdən birinci çayın adını soruşur. Baxın, Dəridağdan başlayır. Əsas hissələrimiz. Dəridağdan başlayır. 3 metrdən Kürə tökülür. Mənbəyi 3120 metrdir. Kürün sağ qoludur. Uzunluğu 200 kilometrdir. Sonra Araz bəzi sol qollarında mənbəyi fiziki coğrafi rayondan götürür. Hidroenerji ehtiyatları var.
Bu böyük ehtimalla uyğun gəlir Tərtər çayına. Deməli çayın adı oldu nə? Tərtər. Yəni Sərsəy su anbarı bunun üzərində yerləşir. Hidroenerji ehtiyatları da böyükdür. Dəli dağdan da uzunluğu başlayır. Ondan sonra bizdən soruşur ki, Araz çayının meylliyini. Birinci baxaq görək meyilliyi nə qədərdir. Meyillik nədir? Meyillik bərabərdir düşmənin uzunluğuna olan nisbəti. Düşmə nədir? Düşmə mənbəyin ilə mənsəbi arasındakı hündürlük fərqidir. Deməli, birinci düşmə bərabərdir 3120-dən çıxıram 3-ü. O deyir 3117 metr eləmiş olur. Bu olur çayın düşməsi. İndi düşməsi 3117-dir. Uzunluğu da nə qədərdir? Deyir 200 kilometrdir. Deməli 3117-ni 200-ə böləndə o da eləyir 15,158 metr bölünsün. Deməli metr bölünsün kilometr. Deməli baxın belə də 15,585 doğru cavab kimi götürmək olar. Amma biz bunu yuvarlaqlaşdıranda ya 10^1-ə ya da 100^1-ə qədər yuvarlaqlaşdırmaq lazımdır. 15,6 15,159 bu kimi yuvarlaqlaşdıra bilərik. Sonra deyir mənbəyə Araz çayının başlandığı fiziki coğrafi rayonun yerləşdiyi digər çayların adları. Məsələn, buradan ola bilər Həkəridir, Bərgüşad, Şərvə, Hocas çay, Arpa çay. Bunlar hamısı bu ərazidə yerləşir və biz bunları götürə bilərik. Araz çayının keçdiyi ərazilərə aidon xüsusiyyətləri müəyyən edin. Deməli, keçdiyi tektonik zonalar. Biri Kiçik Qafqaz qalxmasıdır. Deməli, Kiçik Qafqaz qalxmasıdır. Bir də Kür tektonik çökməsinə aid olmuş olar. Kiçik Qafqaz qalxması Kür çökməsinə aid olur. Araz çayının hövzəsində yayılan süxurların aid olduğu geoloji dövrlər. Deməli, ən əsas burada deməli dönücü dövr var, antropogen dövrümüz var. Ondan sonra paleogen, neogen, dağların zirvələrindən başladığına görə təbaşir, Yura kimi süxurlara rast gəlmək olar. İndi məsələn burada şərti işarələr verilibdir və verilmiş şərti işarələrə əsasən Araz çayının mənbəyinin yerləşdiyi inzibati rayonda yayılan faydalı qazıntılar yataqlarının adlarını hər birinə bir nümunə yazın. Məsələn, baxın belə bir faydalı qazıntı verilibdir. Belə bir faydalı qazıntı yatağı verilibdir. Bu faydalı qazıntılar hansılardır? Birinci onlara baxmaq lazımdır. Deməli, birinci belədir. İkinci baxın belədir. 3 belə belə şərti işarələr verilmişdir. Deməli, birinci faydalı qazıntımız alüminium yataqlarındandır. Deməli, alüminium yox, civə yataqları. Birinci civə yatağıdır. Deməli, civə yataqları da hansılardır? Ağ yataqdır, şorbulaqdır. Ağ yataq, şorbulaq, sonra lefçay bunlara aid olmuş olar. İkinci qızıl yataqlarıdır. Baxın bu. İkinci qızıl yatağıdır. Qızılda zoddadır, bir də qızıl boğazdadır. Bunlar da Kəlbəcərdə yerləşir. Kəlbəcər ağ yataqdır, şorbulaqdır, lefçay Kəlbəcərdədir. Bu da Kəlbəcərdədir. Göydərə xromit yatağıdır, o da Kəlbəcərdədir. Polimetaldır. Bu birisi bu polimetaldır, bu xromitdir. Deməli, baxın bu civə. Civə. Qızıl, xromit. Bu da polimetal. Xromit yataqları da Göydərədə, Kəlbəcərdə və bu birisi də polimetaldır. O da Mehmana, Kəlbəcərdə yerləşən faydalı qazıntıdır. Götürmək olar. Ondan sonra
O bir sual. 30-cu suala baxaq. 30-cu sualda bizə deyir ki, A çayının keçdiyi iqtisadi, inzibati və fiziki rayonları müəyyən edib və cədvəldə uyğun xanalarda qeyd edin. A çayının keçdiyi iqtisadi rayonlarımız hansıdır? Deməli, Şərqi Zəngəzurdur, Qarabağdır. Bunlardan keçir. A çayından təsərrüfat məqsədi istifadə edən inzibati rayonlarımız məsələn Kəlbəcərdən başlayır, Tərtərdən keçir, oradan da gəlir Bərdədən Kürə tökülür. Deməli, Kəlbəcər, Tərtər, Bərdə. A çayının keçdiyi fiziki coğrafi rayonları rəqəmlərlə xəritədə qeyd edin. Məsələn, baxın burada cavab olar 1, 2, 3. Biri Şərqi Zəngəzurdur, biri Qarabağdır, üçüncü isə Gəncə Qazax düzü tərəfə, yəni Bərdə rayonuna aid olmuş olur. Cavab olur 1, 2, 3. Götürərik. Ən azı 2 rayonu qeyd edin deyir. Xəritə sxemdə qeyd etdiyiniz rəqəmlərdə müvafiq olaraq A çayının keçdiyi fiziki coğrafi rayonların adlarının ən azı ikisini qeyd etmək lazımdır. Deməli, biri fiziki deyir. Deməli, fizikidə deyir Qarabağ vulkanik yaylasıdır. Olar. Qarabağ ərazisi, Gəncə Qazax, Mərkəzi Aran və Gəncə ərazilərində götürmək olar. Deməli, suallarımız bura qədər. Situasiya suallarının yəni əsas belə suallar yazılır. Əsas hissəsi cavab kodlaşdırılan vərəqdə olmuş olur. Burada yəni suallar bu formada yazılır. Cavabları isə cavab kartında belə cədvəllər şəklində verilir. Orada yazmaq lazımdır. Deməli, izahlar bura qədər. Hələlik sağ olun.